Biznes Evonda bütün saytlarda paylaşılan elanları görmək üçün elan bazasına keçid edirik. Elan bazasında siz bütün növ elanları görə, eləcə də həmin elanlar üzərində axtarış edib, müəyyən xüsusiyyətləri elanları asanlıqla tapa bilərsiniz. İlkin olaraq əsas səhifə elan bazasında axtarış xüsusiyyətləri ilə tanış olaq. Burada siz ilkin olaraq elanları sütunlar üzrə axtara və fərqləndirə bilərsiniz. İlkin sütunumuz kod üzrə axtarışdır. Elanın kodu üzrə birbaşa axtarış edə bilərsiniz. Eləcə də bu hissədə elanın şəkillərini görürsünüz. Daha sonra elan növü üzrə, yəni alqı-satqı elanı, kirayə elanı, günlük elan üzrə istəniləni seçib tətbiq edərək axtarış edə bilərsiniz. Və yaxud əmlak növü üzrə mənzil, yeni tikili, köhnə tikili, bağ evi, qaraj, ofis, torpaq, obyekt, market bu kimi bütün növ kateqoriyalara uyğun olaraq bu elanlar üzərində axtarış tətbiq edə bilərsiniz. Və qiymət sütunundan minimum qiymət, maksimum qiymət yazaraq axtarışınızı təşkil edə bilərsiniz. Eləcə də şəhərlər üzrə, Azərbaycanın bütün şəhərləri üzrə, Bakı və yaxud digər şəhərlər üzrə axtarışları tətbiq edə bilərsiniz. Şəhərlərə uyğun isə siz rayonlar üzrə axtarış edə bilərsiniz. Yəni seçirsinizsə Bakı şəhərinin rayonları üzrə artıq siz axtarış edə bilirsiniz. Eləcə də qəsəbələr üzrə axtarış edə bilirsiniz. Və metro üzrə seçdiyiniz şəhərə uyğun olaraq metro üzrə də axtarışları tətbiq edə bilərsiniz. Digər sütunda siz otaq sayına görə axtarışınızı həyata keçirə bilirsiniz. 1, 2, 3, 4, 5 istənilən otaq sayına uyğun olaraq mənzilləri buradan tapa bilərsiniz. Torpağın sahəsinə görə axtara bilərsiniz. Eləcə də təsvirə görə, yəni siz Bakıda və yaxud da ki, maklersi sözlərini yazaraq bu həmin o axtarışa uyğun olaraq paylaşılmış elanları tapa bilərsiniz. İpotekaya yararlı hissəsindən ipotekaya yararlı və yaxud yararlı olmayan evlər üzrə axtarış edə bilərsiniz. Eyni qaydada çıxarışı var, yoxsa yoxdur, buna uyğun axtarış bu sütun üzrə tətbiq edə bilərsiniz. Mərtəbəyə görə, istənilən mərtəbəyə uyğun və yaxud birinci mərtəbə olmasın, yuxarısı mərtəbə olmasın, buna uyğun öz axtarışlarınızı həyata keçirə bilərsiniz. Bu sütunda mülkiyyətçinin adı qeyd olunur. Mülkiyyətçinin tipi, yəni evi paylaşan maklerdir, mülkiyyətçidir və yaxud da yaşayış kompleksidir, ona uyğun öz axtarışınızı həyata keçirə bilərsiniz. Mülkiyyətçinin nömrələri burada qeyd olunub, onunla əlaqə saxlaya bilərsiniz. Elan linki, yəni bu elan hansı saytda paylaşılıb və biz burada onu əks etdiririk. Buna uyğun siz məlumatları linki əlavə edərək də tapa bilərsiniz. Və yaxud təmir növü, təmirsiz, orta, yaxşı, əla, axtardığınız xüsusiyyətə uyğun olaraq evi, təmir növünü bu sütundan daxil edə bilərsiniz. Yaranma tarixinə görə hansı tarixdən etibarən sizə evlər maraqlıdırsa tapmaq, buradan həmin tarixləri kalendardan seçib, tətbiq et düyməsini basmaqla yalnız həmin tarixdə olan elanları görə bilərsiniz. İşarələr, eləcə də qeyd bölümü ilə bağlı digər videolarda məlumat veriləcək. Eləcə qeyd edim ki, bu sütunlardan başqa siz eyni axtarış hissəsini yuxarı sol tərəfdə yerləşən filtr hissəsindən də edə bilərsiniz. Elan növünü, əmlak növünü, təmir növünü, qiyməti, sahəni, torpağın sahəsini, mərtəbəni, kodu, elan linkini və digər bütün sütunlar üzrə etdiyiniz əməliyyatları bu hissədən də tətbiq etmək mümkündür. Eləcə də koda üzrə, əgər elanın kodunu bilirsinizsə, rahat yuxarı sol tərəfdə olan axtar hissəsindən koda uyğun axtarış həyata keçirə bilərsiniz. Eləcə də hansı tarixlər sizə maraqlıdırsa, həmin tarixlərə burada tarix hissəsinə basaraq istənilən tarixləri əlavə edib axtardığınız evləri tapa bilərsiniz. Yuxarı sağ tərəfdə axtarışlar, işarələr, eləcə də sütunlar bölümü ilə bağlı digər videolarda məlumat veriləcək.